O neyməti görürük, neymət verəni görmürük. Əmmə bi ni'məti rabbikə fəhaddis. Quran buyurur, Rəbbivin neymətindən söhbət aç ki, demir neymətdən söhbət aç, Rəbbivin neymətindən söhbət aç. Yəni, neyməti görüb, Rəbbi unutma. Neymət sənlə Rəbb arasında hicab olmasın, pərdə olmasın, gözlərini kör eləməsin, gözlərini açsın, Rəbbi görgünə. Hər neymət sənə sanki bir məktubdur. Allahın eşq məktubudur ki, mən səni çox sevirəm. O eşq məktubu o neymətin özündən artıq. Neyməti baxmaq, neyməti verəni görməmək sanki ruhsuz bədənlərə tamaşa eləməkdir. Nə qədər siması gözəl də olsa, canın ki verdi, rəngi saraldı. Cansız bədəndir, düzdür? Neyməti görüb, neymət verməyəni görməmək sanki cansız bədənə tamaşa eləməkdir, cansız bədənə. Amma neymətə o can verən, neymət verəndir. O Allahdır. Onu gör. İmkan olsa o neymətdən qabaq da onu gör. Neymətlə də onu gör, neymətdən sonra da onu gör.